Hər kəsə salam, mən Yeganə Muxtarlı, sizin coğrafiya müəlliminiz. Bugün sizə 20 nömrəli əhali məsələsini izah edəcəm. Baxaq məsələyə. Ölkənin əmək qabiliyyətli əhalisinin sayı 5 milyon nəfərdir. İqtisadi cəhətdən fəal əhalinin payı 86% olarsa, işsizlərin sayını müəyyən edin. Biz bilirik ki, ümumi əmək qabiliyyətli əhaliyə kimlər aiddir? İqtisadi cəhətdən fəal əhali qrupu və işsizlər qrupu. Və bu iki qrup birlikdə əmək qabiliyyətli əhalini təşkil edir. Deməli, əmək qabiliyyətli əhali ümumi 5 milyon nəfərdir və bunun 86% iqtisadi cəhətdən fəal əhalidir. Baxın, əgər 86% iqtisadi fəal əhalidirsə, yerdə qalan faiz kimi təşkil edəcək işsizlər qrupunu. Yəni, işsizlər qrupu olacaq neçə faiz? 14%. Və biz ümumi əhaliyə yazırıq 100%. Deməli, 100%. İşsizlərin payına, yəni 14%-ə də yazırıq x. Biz buradan işsizlərin neçə nəfər olduğunu müəyyən edə bilərik. Bunu da hesablayırıq, olacaq nə qədər? Deməli, 0,7 milyon. Doğru cavab B bəndi.